səhv eləmirəmsə 2 korpus var. Siz hansı korpusda təhsil alırsınız və ümumiyyətcə korpuslar arasında elə olur ki, dərsləriniz bir korpusda olur, digər korpusda olur. Bu haqqda zəhmət olmasa. Aha. Bizim ümumiyyətlə Banemin 2 korpusu var. Ağşəhər korpusu və Bibi Heybət korpusu. Birinci kurslar dediyimiz, yəni foundation ilində oxuyan tələbələr sadəcə və təbii ki, magistr tələbələri birinci kursda belə deyək, Ağşəhər korpusunda oxuyurlar, amma digər tələbələr 2-ci kursdan 5-ci kursa qədər olan bütün bakalavr tələbələri Bibi Heybət korpusunda oxuyur. Və hər birinin şəraitdə və belə deyək, təcrid olunması çox yaxşı səviyyədədir. İdman zalları, yeməkxanası, laboratoriyaları, kitabxanası olsun, hər biri mənə elə gəlir ki, çox yaxşı standartlara tabe olaraq tədris olunubdur və heç bir tələbə belə deyək 2-ci, 5-ci kursların Ağşəhər korpusunda dərs keçmir. Eynilə də Ağşəhər korpusundakılar Bibi Heybət kampusunda dərs keçmirlər. Dediyim kimi onlar il olaraq hamısı bölünübdür. Bəs Bibi Heybət kampusunda neçə bina var? Məsələn, binalar arasında gedib gəlirsiniz, yoxsa Xeyr, bir dənə bina var? əsas benim sadəcə bir dənə bina var və 4 mərtəbədən təşkil olunubdur. Sırf 4 mərtəbə üzrə dərslər aparılır. Mən sual vermək istəyirdim ki, təcrübə proqramları, təqaüd proqramları, Banımın sizə sunduğu belə deyək əlavə imkanlar nələrdir? Elə əvvəldən qeyd etdiyim kimi mən Banemi seçməkdə əsas məqsədim 2-ci kursdan etibarən hər kurs uşaqları və tələbələri ya istehsalat təcrübəsinə göndərməsidir. Çünki avtomatik onlar müəyyən 1 aylıq bir praktika qazanırlar və bu praktikanı gələcəkdə öz iş imkanlarını dəyərləndirmək üçün istifadə edə bilərlər. Buna görə də mən düşünürəm ki, praktika yönümlü bir universitetdə təhsil almağın üstünlükləri daha çoxdur. Çünki digər universitetləri nəzərə alsaq ki, onlar tələbələrini sonuncu kursa sadəcə təcrübəyə göndərirlər. Artıq Banım tələbələrinin daha çox üstünlüyü var bu sahədə və praktika yönümlü imkanlardan əlavə SOCAR-ın müəyyən olmuş xarici tələbələr üçün təqaüdü də var ki, bu təqaüd sayəsində də xarici ölkələrdən gələn tələbələr də bizim universitetimizdə təhsil ala bilirlər bu təqaüd sayəsində və hətta yaxşı şəkildə müvəffəqiyyət göstəriciləri olan tələbələrimiz də var hal-hazırda. Bizdə mühəndislik fakültəsi var ki, və həmçində özümüzün informasiya texnologiyaları kafedrası var ki, kafedra müdiri və yaxud da ki, məsuliyyətli şəxslər bizə maillər vasitəsilə xüsusi təcrübə proqramları, imkanlar olduqca göndərirlər və hətta bizim xüsusi olan innovasiya mərkəzimiz var ki, sırf yarışlara, hakatonlara və bu tipli yarışmalara, innovasiya yönümlü yarışmalara belə deyək, tələbələri hazırlaşdırır və onların bu tipli yarışmalarda inkişaf etməsi üçün hər cür şəraiti yaradır.